Dostlar, hər birinizi Nizatxaş kanalından salamlayıram. Bugünkü videomuzda maşınımıza özümüz polirovka etməyə çalışacağıq. Temundan sifariş verdiyim belə bir ürün var və içindən çıxan bunlardır. Nəticəni çəkib sizə göstərəcəm. Arxa bamperdə, buperdə belə bir zədə var. Cızıq. Görək bu məhsul nə qədər effektlidir. Dostlar, deməli arxa hissəni polirovka etdim. İndi isə silək, nəticəyə baxaq. Yekun nəticə olaraq belədir. Effekti var, amma tam olaraq mükəmməl deyil ürün. Ön krıloda isə belə bir zədə var. İndi bu ürünü burada istifadə edəcəm. Görək burada nə effekt göstərir. Burada isə yekun nəticə olaraq bir fərq hiss olunmadı. Buradan da görünür ki, məhsul o qədər də effektli deyil. Arxa buperin sağ tərəfində belə bir cızıq var. Son olaraq bu hissəni də yoxlayacağım. Görək burada nə effekt göstərir. Yekun olaraq nəticə belədir. Deməli dostlar, bugünkü videomuz da belə idi. Bugün polirovkanı test etdik. Əgər belə videolar sizə maraqlı gəlirsə, kanalımıza abunə olub bu videoya like atmağı unutmayın və fikirlərinizi şərh bölməsində yazın. Təşəkkürlər.